Təbii ki, şəriət bu məsələdə biraz təfsilat verib. Hicrət ola bilər vacib olsun, ola bilər müstəhəb olsun, ola bilər caiz olsun. Nə vaxt vacibdir? Əgər məsələn sən küfr diyarında yaşayırsan, sənin dinivi yaşamağa qoymurlar. Məsələn, deyirlər namaz qılma, belə eləmə, heç nə eləmə və s. Onda sənə vacibdir ki, gedəsən müsəlman diyarından, yəni müsəlmanlar yaşayan yerə. Onda vacib olur hicrətin hökmü. Lakin nə vaxt müstəhəb olur? O vaxt ki, sən küfr diyarında yaşayırsan, lakin dinivi yaşaya bilirsən orada. Dinivi yaşaya bilirsən. Onda sənə müstəhəbdir. Yəni, müstəhəb odur ki, etsən yaxşıdır, etməsən günah deyil. Yəni, yaxşıdır ki, tərk eləyəsən oranı. Üçüncü hal, caizdir nə var? Caizdir, məsələn, dinivi yaşaya bilirsən və sənin imkanın yoxdur. İmkanın da yoxdur köçməyə. Onda belə vəziyyətdə yaşaya bilərsən.